Çıxarılacaq. Amma Bəli. burasını da bilin ki, biz artıq reklam arası da danışdıq. Biz artıq vəkil sorğusu verəcəyik, hazırlayacağıq, verəcəyik aidiyyatı üzrə. Sabah Günay xanım gələcək. Sabah Günay xanım gəlsin, bir vəkil olaraq bu hissədə qoy köməklik göstərsin bizə. Aidiyyatı üzrə sorğular verək, müəyyən eləyək, görək ki, müəyyən sübutlarınız var, düzdür, amma biz tam sübut toplayaq. Sizin həqiqətən eviniz olubmu? Bu ilə bağlı sübut toplayaq. O ev Bakıya dəyişilibmi? Sübut toplayaq. Var ha, yenə deyirəm, əlimizdə sübutları var. Amma daha mötəbər sübutlar olsun. O ev sonradan hal-hazırda kimin mülkiyyətindədir? Həmin şəxsin mülkiyyətinə hansı əsaslar keçib? Bunu bilək. Ondan sonra İlqar kişi deyir, boşanmışam. Boşanma barədən arxiv sənədləri məncə çıxartmağın İşə xeyri var ki, ziyanı yoxdur. Rusların bir məsəli var, deyir, artıq yağla deyir, sıyığı körlamarsan da nə qədər çox. Sənət çox olsa ziyanı yox. Bundan əlavə, sizin o 91-ci ildə aldığınız, 2001-ci ildə Arifə xanımın adına qeydiyyat vəsiqəsi olan ev, hansı əsasla keçdi Arifə xanımın adına? Bunları bilək, ondan sonra hesab edirəm ki, biz bu məsələni daha dolğun şəkildə müzakirə də eləyə bilərik. Lazım gələrsə müdafiə də eləyə bilərik və bunu xüsusilə qeyd eləmişik.